Mən şəkər buraya da çox pis baxıram. Şəkər bura yemirəm. Şəkər bura niyə? Ona görə ki, anam öləndən sonra qardaşlarım qaldı. Axı, mən bunu efirdən demişəm. Bəli, şəkər bura oğurluq məsələsi, çanta, xatırladım. Biz birinci sinifdə oxuyanda bu rəfiqəmlə getmişdik, onlarda hazırlaşırdıq dərsi. Mən onda riyaziyyatı yaxşı bilirdim, o mənə deyirdi, mən öyrər. Kimsə, heç kim mənə kömək eləmirdi, mən özümü hazırlaşdırırdım. Və anası gətirdi yanımıza, 3 dənə şəkər bura qoydu. Dedilər ki, çayla için. Mən əmin şəkər buraları götürdüm, sumkama qoydum. Dedim ki, qardaşlarım yeməyən şey mən yeyə bilməm. Qapıdan çıxanda qız mənə dedi ki, sən o şəkər buraları yedin. Mən dedim, hə yedim. Deyə bilmədim ki, sumkama qoydum. Qız mənə dedi ki, xahiş edim, sumku aç. Mən də açdım, şəkər buraları götürdü. Dedi ki, bunu uğrayıb aparırsan. Baxın, bəzi şeylər həyatı boyu unudulmur. Elə acılar var ki, onlar heç vaxt unudulmur. Ona görə bax, biz həmişə deyirik ki, süfrənin başında hamı tam olmalıdır. Ana, ata olsa, onun şəkər bura götürməyə ehtiyacı olardı mı? Olmazdı. Anası hazırlayardı o şəkər buranı. İstər özü üçün, istər qardaşları üçün.